Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yılmaz Azərbaycanımızı, tüm müddətdə yaşayan kardeşleri salamlayıram. Bugün 3 oktyabr 2025-ci il. Bərdə qoyun bazarı. Kardeşim bak. Ama belə quzulardır. 7 manatdan verir. Kilosu 14 manat. 14 manat və 7 manat. Belə quzu 14 manat. Mahal gəlsin. Kim gəlsin gəlsin verim. Super quzulardır. Ətin neçə kilo olur? Artıq verir. Faiz verir 2 kilo artıq. 40 kilo, 38 kilo, 37 kilo. Diri çəkisi. Ha. Ünvan haralı? Ağcabədi rayon Afşar kəndi. Salam olsun her birine. Super kuzular. Kaymak, kaymak. Pazar olsun. Görmenden bu bazada heyvanlardan var gelsin. Pazar olsun. Çok sağ ol, daha bir şey. Elin dışarıda olsun. İnşallah. Gördüğünüz gibi kardeşin təsərrüfatıdır. Neçəyə deyirsən bunları? Bunlar 420 lira. 400 min. Boğaz. Hamısı birinci qarına. Hara heyvandır bu? Ağzabədin hansı kəndi? Süllü kəndi. Heyvan da çekiyor belli mi? Çek öyle. Allah pazarını versin. Kardeş bu balalar neçədir? Geçerli. Neçənci qarındır bunlar? 2 qarmış qarın. 2-3 qarın. Hamısı balalıdır. Neçə başdır? 12 baş heyvan. 12 baş. $550'ye. Allah pazar versin. Atılır. Neçə satsın? Gazel 5000 manatda. İli 2004'tür. 2 mərtəbədir. 2 mərtəbədir. Gazel'de satılır. Kime lazım olsa zehirler. Allah pazar versin. Allah pazarınızı versin. Sağ ol, çok sağ olun. Allah kömək olsun ki, belə çəkib işlandırır. Selamünaleyküm. Neçəyinədir bunlar? Bilmiyorum. Yok onların değil. Bunlar, pazar olsun. Neçəyinədir bunlar? 350. Neçənci qarındır bunlar? Boğaz olar. Boğaz yemir lan. Onlar neçəyinədir qaqam? Onlar 390. 390 toğulu. 300 neçə? 390. 390. Bunlar neçənci qarındır? Toğuludur baba. 22 tane toğuldan mı toğulu? Öz qapı malındır yoxsa malı satansan? Öz qapıyla. Dağdan gəl, Kəlbəcərin sarı. Sarı yerdən gəlir. 22 tane toğulu. Ümumiyyətlə alıcılıq nəsədir bazarda? Azlıq az. Heç elə bir bazar yoxdur. Bazarın o başıyla bu başı. Görürük. Allah pazarını versin. Hala siz. 6 ev var. 5 lira. Neçə nədir qardaş qiyməti? 600 var. 600 lira. Ahmet sen kaç para mı veriyorsun? Aç satışın gelin bana. Neçəyə deyirsən bunu gözəl kişi? 800 ha?
Yetir. Vallahi bu eşkiz oxşuyur mən bilən. Armda bir cüt balasın. Neçənci qarındır? Kimdəni qoyacaq? Kuzu çiş ağzında olar. Var deyil. Heyvana baxanda alama gəlgəldir. Amma qiyməti də yaxşıdır. Düz. Neçə deyirsən onu? 5.20'ye. Allah pazar versin. Salam aleyküm. Bayram çeniz düşürdü. Neçəyləndi bunlar? 500'dan. 500'dan. Sağ bir şey değil. Vay. Galaksın. Kurbanına koy onu bağla. Yeter al verim abi. Direndi. Ben onu almıştım. Bunu söyle niyetine yok. Ondan sonra muhabbetçi yapmak istemiyorum. Salam aleyküm. Ne var ne yok? Sağ ol. Neçəyləndi qiymətlər? İçinden bir zat çıkmadı. Qiymətlər. Kıymetler 5.50. Bunlar neçənci qarındır? 1-2. Kelle. Qiymətlər. Pazar olsun. Ne var ne yok? Neçəyləndi bu balalılar? Buna bakma oğlan. Ben yormuş ki. Şeylerde bak. Vay el dozu. Salam. Məxmi. Evet bu değil. Qıy yazık. İşler de verebilirim. Bak. Birinci daha. Qiymətin Çok mantıklı. 640 ha. Kelle. Sen kokuya çıkamam oraya. Nətər? Allah xeyirli bazarını versin. Bu bizim məxmirəkdir. Dəymə. Aga bunlar neçədir? Yetidi. Maşallah olsun, yaxşı heyvanların var. Neçə ilə qiymətlər? 6.50. Neçənci qarın? 2'dir, 1'dir belə. Yəni ikinci doğacaqda yəni. Deməli bax, gözəl qardaşlar. Dəvə bax bunlara deyirlər. Boz kərə, qomular kərə bax. Neçə dənədir qaqam? 10 dənədir. Onlara bax. Maşallah olsun. Heyvan şəxsiyyəti söz yoxdur.
Eyvallah. Çok iyi. Allah pazarını versin. Kardeş bunlar ne şeylendi? 550. Neçənci qarındı bunlar? 4'e 1'den 4'e çık. Öz qapı heyvanıdır yoxsa malı satansan? Kapıyı var. Allah xeyirli bazar versin. Balalısı var yoxsa? Hamısı yet. Nə qədər vaxtda baladan çıxar? Apollo şimdi var 5 kilo da var, 3 kilo da var. Apollo bir ay. En uzak var. Ən uzaq doğanı bir aya. Qiyməti də ki 550. 550 manat. Hardan da gətirmisən bunu? Abi deme bir ay. Öyle heyder farklı. Nə gözəl, nə gözəl. Allah hər birinizin ruzu bərəkətini versin. Deməli dəyərli izləyicilərimiz. Gözəl qardaşlar. Nömrə bilməm daha. Verəcək də. Deməli dəyərli izləyicilərimiz. Ah, yine tamam. Ah, yetmiş. Ah, yetmiş. Aydındır. Allah xeyirli bazar versin. Dəyərli izləyicilərimiz, gözəl qardaşlar. Bugünlük Bərdə bazarından bu qədər. İnşallah Gəncə şəhərində görüşmək ümidi var. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Allah'a emanet olun.